Salam arkadaşlar. Bugünkü qonağım Rox Server avtomobilidir. Maraqlı avtomobildir, olduqca maraqlı fikirlərim var bu avtomobil haqqında, amma istəmirəm sizə reklam edeyim. Fikrim sizə təqdim eləməkdir ki, baxın, bu avtomobil də var bazarda. İstəyirsinizsə bir buna da baxa bilərsiniz. Hələ nəzərə alsaq ki, biz millət olaraq sevirik bu bazburutlu avtomobilləri. Nəysə, bizim İbrahim müəllim avtomobilə bir dənə klip düzəldib. Gəlin o klipə baxaq, ondan sonra mən sizə avtomobil haqqında davam edeyim danışmağa. ...2023-cü ildə isə Rox 01 meydana gəlir. Elə bax, həmin o qarşınızdakı bazburutlu maşın Rox 01. Kapotu açmaq üçün sadəcə 2 dəfə bu içəridəki qulpu belə deyək, özünüzə çəkmək bəsdir. Hər hansı bir fiksator, bir şpilka falan yoxdur burada. Elə bir barmağından kapotu qaldıra bilirsən. Təbii ki, bu segmentli bir avtomobildə amortizatorlar olmalıdır. Mühərrikhana ümumiyyətlə bağlıdır. Bununla da Rox mühəndisləri demək istəyir ki, qardaş, sən əlivi bulama mühərriklə. Gətir servizə, serviz nə lazımdır sənin üçün eləyəcəkdir. Biz bağlamışıq estetik və sərgəli görünsün. Sadəcə vaxtında bu şüşə sirkəclərlə suyunu tök, istifadə elə litr yarımlıq mühərrikdir. Yəni 1,5 litrlik mühərrikdir. Mühərrik təkərlərə heç bir halda təsir eləmir, hərəkətə gətirmir. O 56 kilovatlıq Katıldan alınan batareyanı hərəkətə gətirir. Zavod göstəricisi deyir ki, yanacaqla batareya tam dolu halda 1115 km, tək elektriklə isə 235 km hərəkət edə bilər bu maşın. Əslində nəzərə alsaq ki, istənilən dinamik sürüşdə siz bunu 30 kW-dan artıq, yəni yuxarı qaldıramazsınız enerji sərfiyyatın. Metal yüngül deyil, dəri keyfiyyətlidir. Yaxın gəlib bir dənə sizə tikilişin o səlqəsini göstərmək istəyirəm ki, maşına heç də ötəri yanaşmayıblar. Çox səlqəylə, imitasiya deyil, həqiqi tikilişdir bu. Burada bizim 70 litrlik çənimiz var. Sadəcə 95 oktanlı yanacaq tələb eləyən 70 litrlik çənimiz var. Arxa tərəfdə də T şəkilli fənərlər var. LED fənərlər də hamısı Rox 01 yazsın. Burada aşağıda görülüb. Bu biraz xrom tiplidir, amma belə xroma oxşamır. Yox, xromdur bu. Gün vurur, xroma oxşamır. İstəyirəm sizə artıq avtomobilin çölündən danışdığım qədər də interyerindən danışım. Kapitan oturacaqlar 4 istiqamət tənzimlənir. Həm kürək hissəsi, həm aşağı hissəsi arxaya qabağa gedir. Üstəlik 4 oturacağın 4-ündə də isitmə və masaj funksiyası var. Soyutma ilə yaddaş hissəsi sadəcə ön oturacaqlardadır. Yenə keyfiyyətli dəri. Tavanımız panoramik olsa da açılmayan lükdür bu. 2 hissəyə bölünübdür. Bir yuxarı pərdə açılır, bir də arxa pərdə açılır. Hətta arxa pərdə 3-cü sıra oturacaqların yerinə qədər açılır ki, bu da o qaranlıq qorxusuna deyirlər, klastrofobiya deyirlər. Hə, o qorxusu olan insanlara biraz daha yaxşı təsir edir, işıq falan. Yəni genişlik orada rahatlıq olur. Maraqlı bir sükanı var, əslində 2 qollu görünsə də 4 qollu bir sükandır, D şəkilli sükandır. 2 dənə wireless charging var. Oturacaqların yaddaşından, masajından danışmışdım. Burada bir boss button var ki, arxada oturanda artıq sürücü demirsən ki, bala bu kreslonu çək qabağa, oradan elə özünüz çəkirsiniz. Yəni tənzimləyirsiniz daha doğrusu. Orta güzgü əlavə olaraq həm güzgünə əlavə kamera ilə təchiz olunubdur ki, arxaya yük yığmaq istəyəndə və yaxud arxa sərnişinlər üçün olan monitoru açanda həmin o monitor güzgüyə mane olmasın. Kamera ilə daha geniş bucaqda daha yaxşı görə bilirsiniz. Üstəlik orta güzgünün kamerası həqiqətən də mükəmməldir, keyfiyyət əladır. 360 dərəcəlik kameraları var. Üstəlik daxili video qeydiyyatçı var ki, sizə Rox Azərbaycan tərəfindən ayrı olaraq bir dənə flash kart verilir. Həmin o flash ilə avtomobilin video qeydiyyatçısını qeyd ala bilirsiniz. 12.3 düymlük rəqəmsal alətlər panelidir. 15.7 düymlük 3K ölçüsündə bir monitordur. 3K təsəvvür edirsiniz bu onun da hər hansı bir filmə baxanda nətər yaxşı görünəcək bu. Xrom görünüşdə, yox, xrom deyil, bu taxta teksturalı materialdır.
Qapıları da taxta teksturalı material var. Dəri yenə deyirəm keyfiyyətlidir. Hava deflektorları elektron tənzimlənir. Virtual olaraq monitordan tənzimləyə bilirsiniz onu. Burada nələrimiz var? Burada da bir güzgü var. Bir dənə işığı var burada. Hə, gərək avtomobilin çatışmayan cəhətlərinə. Çinlilər bizə o qədər pis öyrədib ki, avtomobildə bu qədər xüsusiyyət olmasına baxmayaraq, o olmayanlar bizim gözümüzə çarpır. Məsələn, mən gözləyərəm ki, bu avtomobildə sükan elektron tənzimlənsin. Hər hansı bir qoldan yox. Mən gözləyərdim ki, bu avtomobildə head-up display olsun. Mən gözləyərdim ki, bu avtomobildə axtarım. Oturacaqların, arxa oturacaqlar üçün də hər hansı bir ventilyasiya regulatoru tənzimləyicisi olsun, 3-cü sıra oturacaqlar üçün. Bunlar təbii ki, normal bir, belə deyək, daha böyük bir brendin, daha tanınmış bir brendin avtomobilində də bunu tapmaya bilərik. Hətta bundan 2 dəfə çox pul ödəməklə yenə də həmin opsiyaları görməyə bilərik. Amma Çinlilər bizə o qədər pis öyrədib ki, demək olar ki, hər bir Çin avtomobilində ucuzlusundan tutmuş bahalısına kimi full komplektasiya görmək istəyirik. Maksimal komplektasiya. Mən avtomobili qısa olaraq sizə təqdim etməyə çalışdım ki, bu avtomobildən də xəbərdar olasınız. Amma avtomobillə yaxından tanış olmaq üçün Badamdar yolu 1C Rox Azərbaycana müraciət edə bilərsiniz. Çünki Rox Azərbaycanın mənə təqdim etdiyi məlumata görə avtomobil Rox Azərbaycana rəsmi olaraq gəlir. Ona görə də rəsmi showrooma müraciət edib avtomobillə daha yaxından tanış ola bilərsiniz. Bu arada mənim də səhifəmi izləməyi, video şərhlərinizi bildirməyi unutmayın. Orada bir də abunə zəng işarəsi var. O ikonu aktiv etsəz sevinərəm. Hələlik, salamat qalın.